Rusiyada əslən Azərbaycanlı qanuni oğru Rufo Gencinski həbs edilib. Onun tutulmasının təfərrüatları məlum olub. Sonuncu materialımıza baxaq. Moskvada kriminal aləmdə qanuni oğru kimi tanınan əslən Azərbaycanlı Rufo Gencinski ləqəbli Rüfət Nəsibov həbs olunub. Rusiya xüsusi təyinatlıların və Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat zamanı tutulan Azərbaycanlı kriminal avtoritetin indiyə qədər öldüyü zənn edilirmiş. Bu ilin yanvarında Detxasan ləqəbli məşhur kriminal avtoritet Aslan Usayanı qətlə yetirməkdə şübhəli bilinən Rufo Gencinskinin həm hüquq mühafizə orqanlarından gizlənmək, həm də Usayanın adamlarının qisasından yayılmaq üçün özü barədə ölüm şayəsi yaydığı deyilir. Həmin məlumatda deyilir ki, killerlər 33 yaşlı kriminal avtoriteti küçənin ortasında gülləliyiblər və cəsədini maşının yük yerinə qoyaraq naməlum istiqamətə aparıblar. Şayiəyə əsasən bu qətli Detxasanın qruplaşmasına daxil olan digər məşhur Azərbaycanlı kriminal avtoritet hazırda həbsdə olan Lotuqulu ləqəbli Nadir Səlifovun adamları həyata keçirib. Rusiya hüquq mühafizə orqanları hesab edir ki, Rufo Gencinski özü Detxasanın qətilinə fərman verməkdə şübhəli bilinən məşhur Azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin killer olub. İddiaya əsasən o əfsanəvi kriminal avtoritetin təqib olunmasına təşkil edib. Qətildən sonra snayperi hadisə yerindən qaçırdıb. İşlə bağlı Rufo Gencinski barəsində qətil maddəsi üzrə iş qaldırılıb və o axtarışda olub. Rusiya Daxili İşlər Nazirliyi kriminal avtoritetin öldürüldüyü barədə informasiyaların yayılmasına baxmayaraq müəyyən edib ki, o əslində sağdır. Yeri müəyyən edildikdən sonra əməliyyat planı hazırlanıb və avtoritet habelə onun qruplaşmasına daxil olan bir neçə Azərbaycan vətəndaşı saxlanılıb. Faktla bağlı adam öldürmə və qanunsuz silah saxlama maddələri ilə cinayət işi açılıb. Saxlanılan zaman Rufo Gencinskinin üzərində Daşkəsən rayonu sakini adına olan Rusiya Federasiyasının saxta pasportu götürülüb.